Müğənni Qumral, həyat yoldaşı Natiqin xəyanəti ilə bağlı səsləndirdiyi açıqlamalarla gündəmə gəlib. Onun səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Publika Az Milli Aza istinadla xəbər verir ki, xəyanətin müxtəlif formaları var. Telefonla, mesajla da ola bilər. Elə hallar olur ki, dərin bir şey baş vermir, yüngül xəyanət sayılır. Demək olar ki, bu cür hallar hər bir kişinin həyatında olur. Elə bir insan yoxdur ki, onu muzeyə qoyub deyəsən, heç vaxt belə bir şey yaşamayıb. Qumral etiraf edib ki, yüngül xəyanəti bağışlayıb. Baxmayaraq ki, bu səbəbdən bir müddət küsülü qalıb. Keçmişəm, amma küsülü olmuşam. Ən çox anam israr etdi ki, ailəni dağıtmaq olmaz. Həmişə demişəm ki, mənim anam sanki Natiqin anasıdır. Çox vaxt məni günahkar çıxarır. Onun sözlərinə görə yaş artdıqca, həyat yoldaşı ailənin dəyərini daha yaxşı dərk edib. Natiq yaşa dolduqca, ailəsinin nə qədər qiymətli olduğunu anladı. İndi ailəsi üçün yaşayır. Kənar sözlərə qulaq asmır. Qumral sonda ailə olaraq çətin sınaqlardan keçdiklərini vurğulayıb. Biz elə sınaqlardan çıxmışıq ki, sanki ailəmizlə 4 fəsli birgə yaşamışıq. Müğənninin bu açıqlamaları izləyicilər arasında geniş müzakirələrə səbəb olub.